Dostlar, bugün sizə Zaqataladan Xocavəndə köç edən gəncin həyat hekayəsinə bəhs edəcəm. Müsahibim sosial mediada Mətanət 50 kimi tanıdığımız gənc bloger xanım Mətanət İskəndarovadır. Xoş gördük Mətanət. Xoş gördük. Çox sağ olun. Təşəkkür edirəm dəvətə görə əvvəlcədən. Mətanət xanım, adətən regionda yaşayan gənclər paytaxt Bakıya üst tutur. Amma sizdə deyərdim ki, bütün stereotipləri dağıtmısınız. Bəli. Regionda yaşayan, Zaqatalada yaşayan bir gənc işğaldan azad olunmuş doğma Qarabağ torpaqlarına gəlib. Bəli. Necə oldu bu proses? Mən bütün uşaqlığımı və gəncliyimi Zaqatalada keçirmişəm. Zaqatalanın bir kəndində yaşamışam, böyümüşəm və bir müddət Bakıda yaşamışam. Oxuduğum müddətdə bir müddət işləmişəm. Daha sonra isə bir Qarabağlı bəylə ailə həyatı qurmuşam. Və torpaqlarımız işğaldan azad olunduqdan sonra böyük qayıdış çərçivəsi daxilində biz Xocavənddən ev götürdük və yoldaşımla birlikdə Xocavənd rayonunun Sos kəndinə köçdük. Yəni mənim yolum qısaca desək belə olub. Baxın, region gənclərində adətən belə bir şey var da, deyək, təhsil söhbətindən. Bax, təhsilə marağınız olub. Təhsilə marağınız olanda ən çox sizi kim dəstəkləyib? Ə, Bizim ailədə ümumiyyətlə təhsilə həmişə böyük önəm verilib. Mənim qardaşım məndən daha böyükdür, o da oxuyub. Daha sonra isə mən onun davamçısı olmuşam. Anam, atam hər zaman bizi dəstəkləyiblər ki, yəni əllərindən gələn hər şey eləyiblər ki, biz oxuyaq, ən yaxşı yerlərə gələk. Ən böyük dəstəyi ailəmdən görmüşəm bu barədə. Bir gənc xanım üçün ailə böyük bir rol oynayır. Biraz ailəndən danışardın bizə. Necə bir uşaqlığın keçib Zaqatalada? Xoşbəxt, qəşəng bir uşaqlığım olub. Yəni kənddə böyüsəm belə mən kənd həyatı görməmişəm. Çünki məni heç vaxt kənd həyatına salmayıblar. Həmişə məni kitab, dəftər oxumaq, bunlarla məşğul olmuşam. Nə ev işlərində, nə kənd həyatında elə böyük bir fəaliyyətim olmayıb belə deyim. Ona görə də mənə Xocavəndə gəlmək mənə bəzən deyilir ki, siz onsuz da kənddə böyümüsüz də. Güya indi nə fərqi var ki, yenə kənddə yaşayırsınız, amma heç elə deyil. Çünki artıq təkəm. Yəni anam, atam, valideynlərim yanımda deyil və biz ikimiz bir yerdə yaşayırıq. Təkəm və o işləri mən hal-hazırda sıfırdan öyrənirəm. Yəni kənddə böyümüş olmağım onları bildiyim mənasına gəlmir. Mən sıfırdan öyrənirəm və bu barədə təbii ki də çətinlik çəkdiyim yerlər də olur, amma o böyüdüyüm mühit bəlkə də o qədər gözəl olub ki, o təbiətin içində böyümək mənə o qədər xoş təəssürat bağışlayıb ki, ona görə mən yenidən həyat bəlkə də məni yenidən kəndə qaytardı və mən çox xoşbəxtəm orada olduğum üçün hal-hazırda və Qarabağda olmaq başqa bir üstünlükdür təbii ki də. Bax, Qarabağdan danışarkən danışığında da, gözlərindən də böyük bir fəxr və qürur hissi görünür də. Bizə bir günündən danışardın. Qarabağda bir günün. Qarabağ. Əvvəlcə Qarabağdakı dediyiniz fəxr və qürur hissinin məndə başqa bir qaynağı da var. Çünki mənim qardaşım hərbiçidir və 44 günlük müharibənin başından sonuna qədər iştirak eləyib. Ona görə mənim üçün bunun yeri tam başqadır. Orada verdiyimiz itkilər, şəhidlərimiz, onlar bir tərəfimizdə kədər yaradır. Amma yenə də torpaqlarımızı geri qaytarmağımız çox böyük bir qələbə sevinci gətirir bizə. Bir günümdən danışası olsam, səhər mən orada özüm üçün kiçik bir təsərrüfat yaratmışam. Necə? Toyuqlarımız var, toyuqlar almışıq. Hələ ki digər heyvanlara keçə bilmirəm. Çünki dediyim kimi mən kənddə böyüsəm də kənd həyatını bilməyən bir insanam da. Toyuqlarımız var, onlarla keçir günüm. Balaca bir itimiz var, onunla. Qonşularımız var, gözəl qonşularımız var. Qonşularımla söhbət eləyirəm. İndi inşallah hələ yaşayış yeni olduğu üçün hamı bir-birini o qədər də yaxşı tanımır. Amma tanıdıqdan sonra mən düşünürəm ki, qonşuları bir yerə yığıb qəşəng məclislər, kiçik məclislər keçirmək olar. Uşaqları yığıb uşaqlar üçün fəaliyyətlər təşkil etməyi düşünürəm. Hal-hazırda bu istiqamətdə işlərimiz də gedir. Böyük bir formada eləyə bilməsəm də ən azından öz kəndimizin uşaqları üçün bunu eləmək istəyirəm. Bəzi çətinliklərimiz var, amma bunları da birlikdə əl-ələ verib bütün çətinliklərin öhdəsindən gələcək, buna əminəm. Məsələn, sizin kontentinizə fikir verirəm. Qarabağın da özünün xas gözəl mətbəxi var. Qarabağın gözəl yeməkləri var.
Bəli. Məsələn, onlardan bizə bir danışırdın. Mən Qarabağ mətbəxi ilə yeni tanış oluram açığı. Bəli. Çünki Qarabağ mətbəxi haqqında Qarabağdakı o qədər ot növü var imiş ki, yəni mən bunları gördükcə sevinirəm və təəccüblənirəm ki, nə qədər əslində zəngin imiş Qarabağ mətbəxi. Çünki heç vaxt dadmamışam, heç vaxt Qarabağların əhatəsində olmadığım üçün məlumatım olmayıb. Adi qanqal yemək üçün qanqal dedilər, qanqal deyə bir şey var. Mən dağa çıxdım ki, bizim yaxınlığımızda dağlıq ərazidə onsuz da oralar yaxınlığımızda var və mən onu axtarmaq üçün getdim ki, görüm qanqal nədir, qıjı nədir, hamısını bir-bir mən yeni-yeni tanıyıram. Onların kətəsini yeni-yeni dadıram. Qarabağ Və məşhur kətəsi. Qarabağ məşhur kətəsi və hətta bir gün qonşularımızla yığılıb biz Qarabağ kətəsi də bişirmişik. Ona aid də bir video var səhifəmdə. Belə yeni tanış oluram və çox şadam buna görə də. Bax, söhbət səhifəndən düşmüşkən, siz sosial mediada fikir verirəm, izləyirəm. Gənclər içərisində belə bir deyərdim ki, çox hissəsi lifestyle, qlamur obraz, amma sizdə tam əksi. Sizin sosial media hesabınıza daxil olanda sözün əsl mənasında insanın ürəyi açılır. Həm gözəl kənd həyatı, həm gözəl Qarabağ. Bax, bu səhifəni yaratmaqda, bu kontentin ərsəyə gəlməsində necə olur, necə fikirləşdin ki, mən belə bir kontent yaradım, belə bir səhifə yaradım? Əslində Qarabağa köçdükdən sonra orada evdə mən məsəl üçün hansısa bir işləri gördükcə, hansısa bir fəaliyyətlərlə məşğul olduqca fikirləşirdim ki, insanlar bunun üçün çox darıxıblar. Qarabağ üçün çox darıxıblar və Qarabağda olmayan insanların, Qarabağ həsrəti ilə alışıb yanan insanların da bunu görməyə haqqı var və görmə istəkləri olduğunu bilirdim və buna görə də Qarabağda kontentlər yaratmağa başladım. Burada mənim ən böyük dəstəkçim yoldaşım olub. Çünki biz videolarımızı bacardıqca bir yerdə çəkirik. Sadəcə o işə getdiyi üçün bütün videolarımda iştirak eləyə bilmir. Amma bacardıqca mən onunla bir yerdə çəkməyə çalışıram. Çünki biz bura bir cütlük olaraq gəlmişik, ikimiz bir yerdə gəlmişik və bu həyatı ikimiz bir yerdə qururuq. Dövlətimiz bizə ev verib, təmir edib, lakin onun içindəki həyatı biz ikimiz bir yerdə qururuq və mən ona görə də çalışıram ki, kontentlərimiz cütlük kontentləri kimi olsun, ikimiz də bir yerdə orada olaq və insanlara göstərək ki, iki insan əl-ələ verəndə görün nələr yarada bilirlər. Buna görə də yoldaşıma və ailəmə, sevdiklərimə hər birinə çox təşəkkür edirəm ki, məni hər zaman dəstəkləyiblər bu yolda. Mətanət, səhifənizdə ən məşhur olan video, ölkə başçısı cənab prezident İlham Əliyevlə olan videonuz. Biraz bizə həmin videonu danışardın. Mən Şuşada keçirilən 4-cü Qlobal Media Forumuna dəvət aldım və orada iştirak elədim. Açığı belə bir necə deyim, belə bir görüşün bu qədər yaxından baş tuta biləcəyini özümdə fikirləşmirdim, amma cənab prezidentlə yan-yana durmuşduq və mən xahiş etdim ki, biz bir yerdə şəkil çəkdirə bilərikmi? O da təbii ki də olar dedi və birlikdə video çəkdik. Elə videonu da sosial şəbəkədə paylaşdım və çox böyük bir maraqla qarşılandım. Çox həyecanlıydım. Əslində demək istəyirdim, özümü də tanıtmaq istəyirdim ki, mən Qarabağda sakin kimi bir bloq fəaliyyəti ilə məşğulam, amma o qədər həyecanlanmışdım ki, heç onu deməyə ağlıma gəlmədi orada. Amma mənim üçün çox böyük bir qürur və fəxr idi ki, orada birlikdə yan-yana belə gözəl bir forumda iştirak etdim. Mətanət, o videodan sonra, o görüşdən sonra ilk kimə zəng edib, kimlə hissləri bölüşdün? İlk birinci yoldaşıma videonu göndərdim. Hələ sosial şəbəkələrdə paylaşmamışdım. Birinci yoldaşıma göndərdim, sonra anama göndərdim, sonra da qardaşıma göndərdim ki, baxın mənim belə bir videom var. Və hamısından da çox təbii ki də müsbət geri dönüşlər əldə elədim. Yoldaşımın və ailəmin mənə olan geri dönüşləri mənim sevincimi, qürurumu biraz daha artırdı. Təşəkkür edirəm Mətanət, dəvəti qəbul edib gəldiyinə görə. Mən çox təşəkkür edirəm. Sizə uğurlar arzulayıram. İnşallah ki, səsiniz daha uca zirvələrdən gələcək. Biz sizi izləməyə davam edəcəyik. Siz də o kontentləri yaratmağa davam edin. Çox sağ olun, minnətdaram hər birinizə, təşəkkür edirəm. Belə dostlar, bizə yaratdığı bu şəraitə görə Şuşada keçirilən 4-cü Qlobal Media Forumunda hər kəsə təşəkkür edirəm.